Salam əziz riyaziyyatçılar, müəllim həmkarları, dəyərli şagirdlər. Deməli, dünən trapesiya sualına reaksiya bildirmişik. Yəni, şəxsən mən özüm onu təhlil eləyərək baxmışam ki, bəli, bu sualda problem var. Üst-üzə bərabəsini ödəmir. Sonra bir sualda da problem vardı. Hətta dünən 25 yazan şagirdlərimdən biri ilə biz müzakirə aparanda düzbucaqlı o sahə məsələsi, hansı ki, düzbucağın elini x-2 verib, ümumi sahəni də verir. Amma Bezu teoreminə görə x2 bərabərdir 0, x bərabərdir 2 aparıb x-in yerinə qoyanda ödəməlidir şərti. Belə deyək də, o çox ədlin vurğularından biri x2 olmalıdır. Nəticə etibarilə məsələni də həll eləyəndə s2 çıx s1 digər sahəni tapıb m-lə ifadə eləmək və s. və ilaxır. İndi orada da bəlkə də özlərini belə müdafiə eləyərlər ki, axı x çıx 2 böyüdür 0, x böyüdür 2, ən kiçik qiyməti 3 ödəyəcək. 2-ni qoyanda 2 çıx 2 0 ödəmir. Bəs onda Bezu teoremin varlığı harda qaldı? Yəni belə deyək də, bu cür problemli suallar imtahana niyə gəlməlidir ki? Dünən yaxşı idi, əla idi o mənada ki, ilk 15 sual normal idi, 6 sual orta idi. Amma ətraflıda belə sıxıntılı suallar niyə gəlməlidir ki? Yəni 25 sualı tərtib eləmək bu qədərmi zaman alır? Yəni uşaqların taliyi ilə bu qədər mi oynayırsınız? Heç nə, yəni əslində onda o suala da mı bal veriləcək? Digərinə də mi bal veriləcək o trapesiya məsələsinə? Hamıya mı bal veriləcək? Yoxsa belə bir şəkil yoxdur deyəcəksiniz? Elə düzbucaqlının özündə də. O nöqteyi nəzərdən belə düşünürəm ki, elə ətraflı yazı tələb olunan suallar bu formada, bu tərtibatdadırsa, valla bunun yerinə qapalı sual salsanız ondan yaxşı idi. Hamıya uğurlar.